Ona görürsən, asilik edə bilmirlər. Onları çünki mayasında yoxdur. Hə? La ya'sunallah və yef'alun ma yu'marun. Onlar Allah'a asi olmazlar və onlara əmr ediləni yerinə yetirərlər. Qatada radiyallahu anhu deyir ki, heyvanlarda isə tam əksinədir. Tam əksinə. Nədir? Allah onlara şəhvət verib, şəhvət, nəfs, qəzəb, yəni bu məqam. Amma şuur yoxdur. Ağıl yoxdur. Ona görə mükəlləf deyirlər. Allah insana hər ikisini verir. Bir tərəfdən o bir ağladı deyib. Bir tərəfdən nəfs verib. O nəfs ki, ona pisliyə əmr edən. O bir tərəfdən də o nəfsi idarə etmək üçün ağıl verir. Belə buraxmıyor. Çünki nəfs olsaydı tək, onda qiyamət günü onun üzrü olacaqdı. Ya Rabbi, mənə nəfsini yüklədin, mən onu başa çıxarmadım. Yox. Ona görə ailədə necə gəlir? Əfələ ya'qilu, onlar başa düşürlər. Ya'qilun, aql sözündəndir də. Allah Azze ve Celle ağla nisbət verir. Yəni onların ağılları yoxdur. Deməli, bu nəfs veribsə, ona pisliyi əmr edən, o nəfsi idarə etmək üçün də ağıl verib. 4 dənə şey dedik də. Bədənlə ruh heç. Bədən cisimdir, ruh ona həyat verər. Amma insanı idarə edən, yəni o cisimlə ruhu belə deyil, idarəçilik. Qalır nəfsinə ağlın üzərində. Pisliyə əmr edən nəfs və onu elə bil ki, heyvanın üzərində tutmur, necə idarə edəmək. Hə? Ağıl. Bax, elə buna görə insan imtihandadır. Biz deyirik ya, imtihan dünyası. İmtihan dediğimiz şey budur. Nə? Bax, imtihan bərabərdir nəfslə ağlın döyüşü, mübarizəsi və salam. İmtihanın bundan gözəl tərifi yoxdur. Biri sizə desə ki, bu deyir ki, dünya imtihan dünyasıdır, imtihan həyatındayıq. İmtihan yəni nə? Cavab nəfslə ağlı savaşı. Elə ki, meydandadır, nəfslə ağlın mübarizəsi, bu imtihan dediyimiz budur. Ona görə fikir verin, bu iki şeydən biri olmasa imtihan ləğv olurdu. Məsələn, mələk, ağıl var? Var. Nəfs var? Yoxdur. İmtihan var? Yoxdur. Heyvan. Ağıl yoxdur, nəfs var. İmtihan var? Yoxdur. Və insan özünü götürür. İnsan, uşaq. Və ya məcnun, dəli. Qələm götürülüb üstündən. Götürülüb. Niyə? Düşüncə, ağıl yerində olmadığına görə. Yəni bu iki şeydən biri olmasa imtihan yoxdur. İmtihan olması üçün bu iki şeyin bir yerdə olması şərtdir. Mütləq ki, bir yerdə olmalı. Hətta bu imtihan olması. Aydındır. Hər bir halda yəni Allah insanı elə yaradır, yəni insana belə deyildi, yəni gücü çatmayan şeyi ona yükləməyib. Gücü çatmayan şey onu mükəlləf eləməyib, sorumlu, məsul eləməyib. Sadəcə qayıdır insanın özünə. İnsanın özünə. Ona görə hətta o bir-iki dəfə son dərslərdə də bu şeyə toxunurlar. O da bir kitabdan öyle gözümə sataşmışdı. Məsələn, o əxlaqla əlaqəli, nəfsi tərbiyə ilə əlaqəli kitablarda çox vaxt alimlər belə bir şey yazırlar. Yazırlar ki, məsələn, ərəb dilində məsələn, məqamul arifin, ariflərin məqamı. Məqam yəni dərəcəsi. Məsələn, məqamul zuhəd, zahidlərin məqamı, zahidlərin dərəcəsi. Və burada sual, ərəb dilinə məşğul olmuşsam da, niyə görə məhz gəlir ki, məqam? Məqamul, bu termin var, termin olaraq. Məqamul arifin, məqamul zuhəd, məqamul sadiqin, məqamul şühədə, şəhidlərin məqamı, salihlərin məqamı. Bu, məqam kəlməsi niyə deyilir? Ona görə ki, çünki artıq o qalxıb və orada oturub. Belə deyirik, insanda oturuşu. O oturuşama qədər ona məqam demirlər. Nə deyirlər? Hal. Deyirlər ki, məsələn, əhval-ı zühəd, zahidlərin əhvalı, hal. Niyə hal deyirlər? Çünki hal dəyişkəndir artıq. Hətta bizim dilimizdə də belədir. Ərəb dili, halın necədir?
Məqamını soruşursan, halını. Niyə? Niyə halını soruşursan? Çünki hal dəyişkən, axı bu gün verib sağ ol belə. Hal dəyişkən olduğuna görə insan hətta insanın keyfini soruşanda keyf haluk. Halın necədir? Ərəb dilində də, bizim dilimizdə məhz halını soruşur. Hal, əhval, filan kəsin halı dəyişdi. Aydındır. Hə. Çünki insan budur. O necə ayədə gəlir? Lə uqsimu bin nəfsil ləvvələ. And olsun özünü qınayan nəfsə. O mübarizədə ki olur insan, o hal. Artıq o bayaqlar dediyim, o 6 aydır dişimi sıxdım, 20 ildir sevə-sevə edirəm. Bu artıq gəlib çatır. Ona deyirlər artıq məqamına var. Artıq oturuşur. O artıq məqamdadır. Öyle kök salıb da belə. O gəlib çatanacaq. Bu bayaqki bu misal var. Aydındır. Bu misaldır. Allah razı olsun sizdən. İçindəki son şeyləri cavab tapmıyoruz. Bəs o məqama çatmaq üçün, bu yolda sabit qalmaq üçün ключевой məsələlər var ki, belə hansından Ümumiyyətlə yapışmaq lazım. əsas bayaqlar dediyim şeylərdir ki, insan çox bax. Bunu niyə şey eləyə bilmir, qət edə bilmir? Çünki birinci özünü tanır, başa düşür. Bir də ki, bunun belə, yəni bu bir dənə başa düşməndir ki, yəni belə deyək də, misal üçün pul qazanmaq istəyir da adam, çalışmalısan. Sardır, uzatmayaq. Və salam, 200 dəqiqədir ki, pul qazanmaq üçün çalışmalısan. Yəni mən oturum, başlayayım ki, xəyallar quru yox, belə deyil. Amma indi burada çalışmalı, orada bir dənə, orada bir dənə fayda. Elə ticarət üzərindən nə? Məsələn, bəzən elm tələbi ilə əlaqəli, ibadətlə, başqa şeylərlə əlaqəli, məsələn, sual ki, bir irəliləyirəm, sonra və məsələn, deyir ki, tam davamını apara bilmirəm. Elm tələbində ola bilər, başqa şeylərdir falan. Ümumiyyətlə, davamiyyətçilik önəmlidir. İstər, yəni, belə deyək də, dində olsun, istər elmdə olsun, insan çalışmalıdır ki, gündəlik az da olsa, amma gündəlik qazancı olsun. Çünki insanın gündəlik yeni öyrəndiyi din adına, yeni öyrəndiyi elm adına, yeni öyrəndiyi ibadət adına, yeni bir mərhələyə olamsın qədəm olur. Bu yeniliklər var, ha? Az da olsa, hə? Bak bir kəlmə də olsa, gündəlik öyrəndiyi yeni şey var, ha? Onu həm canlı tutur, həm də onu vadar edir ki, daha çox şey öyrənsin. Eyni ilə ticarət. Adam dükan açır, məsələn, qıraqdan baxanda deyir, bu səhər tüstən. 6-da gəlir, açır, axşam 12-yə sən. Bezmir? Cavab, yox. Niyə? Çünki gündəlik gəlir. Nə dedik? Gündəlik gəlirik. Sən də ibadətdə, dində, elmdə gündəlik gəlirin olmalıdır. Onun gündəlik gəliri onda həvəs yaradır, stimul yaradır ki, canlı tutur ki onu daha çox qazansın. Onun gündəlik gəliri olmasa, yəni onu ayaq üstə tutan onun, o səhər 6-da dükanını açdıqdırır, axşam 12-də bağlatdıran bu deyil. Gündəlik gəldi. O da. Elm tələbində də belədir. İnsan elm tələbində yeni bir şey olmasa, ona görə bu hədisdə də gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Buyurur ki, iman libasın, paltarın köhnəldiyi üçün köhnəlir. İmanınızı yenileyin. Bu budur. Adam məsələn 5 il bundan qabaq aldığı paltarla gəzmək istəmir. Amma 15 il bundan qabaq geyindiyi iman libasıyla dolanır. Sonra da deyir, belə oldu, belə oldu. Onun bir insan çalışmalıdır ki, o dediyi bu gündəlik, o ki, budur, imanı təzə saxlamaq, tazə saxlamaq. Məsələn, o növlü ibadətlər var. Məsələn, növlü ibadətlər, yəni tutaq ki, məsələn, həmişə səcdədə deyirəm ki, Subhan Rabbiyəl A'lə, Subhan Rabbiyəl A'lə. Bir dənə şey öyrəndim ki, o Subhan Rabbiyəl A'lə ilə birlikdə Subhanəkəllahumma və bihamdik Allahumma xfirli. Bu da əlavə eləyə bilərsən.
Və məsələn, hansısa bir sünnə əməldə, yəni növlü ibadət, sünnə bir əməl. Alimlər deyirlər ki, orada fayda nədir? Fayda odur ki, ibadəti canlı saxlayır. Elə bil ki, sən məsələn, tutaq ki, arada bir, məsələn də sünnədə gəlir, normalda neçə yerdə əlinizi qaldır? 4 yerdə. Amma sünnədə gəlib ki, hər təkbirdə əlləri qaldır. Səzdəyə gedəndə də Allah, səzdədən qalxanda da Allah var. İkinci səzdəyə gedəndə də, ikinci səzdədən qalxanda da. Bəzən belə elə, sünnədə gəlir. Niyə? İbadəti canlı saxlamaq üçün. Bir var ritual kimi, daima hər şeyi fikir verirsiniz. Hətta bu növlü ibadətlərdə bu faydaya var, ibadəti canlı saxlamaq üçün. Ona görə İbn Hüseyn rəhmətullah aleyh deyir ki, deyir, qafil insan o insandır ki, o ibadətini adətə çevirir. Aqil, oyaq insan o insandır ki, o adətini ibadətə çevirir. Adəti, məsələn, bizim normalda çay süfrəsində yığışmaq adətdir də. Amma ibadətə çevirmək. Oyaq insan bir adəti ibadətə çevirir. Vallahi hətta evə adi bazarlıq eləyəndə belə niyyətində o olsun ki, elhamdülillah halalımdan evimə mən əli dolu gəlirəm. Bunu ürəyindən keçir. Bunu sən bir dəfə, 2 dəfə, 5 dəfə eləyəndən sonra, ondan sonra heç ürəyindən keçirmək ehtiyac olmayacaq. O ki, əli dolu gələcəksən, o elə bir ki, ürəyindən axacaq və onun şirinliyini tapacaqsan. Sələfdən biri deyir ki, hətta deyir, mən evimin zibilqabıya atanda niyyətim, zibili atanda niyyətim var idi. Hətta zibili atmağımı ibadətçi sevdirdi. Aydındır. İnsan fikirləşsin ki, o pulu başqası 50 dənə yerə xərcləyir. Mən o pulu 2 dənə sitqanı doldurdum, halal qazancından gətirdim, evimin qapısını açdım, uşaq qabağıma gəlir də, hə? Və budur. Fikir versən, yəni o imanı taze saxlamaq üçün o böyle şeylər var. Cəmaat. Sən məsələn görürsən, adi nə də olmasa bir dənə, 2 dənə namaza gündəlik yüklü ki, gəlməlisən. Gəlməsən, yəni adam odur. Yəni, sən məsələn, adi necədir? Misal üçün deyək də, indi məsələn, mən 98-dən ibadətdəyəm. Oradan bu yana, indi Abbaqır dövründən bu yana, biz hər cüməyə belə, yəni, neçə ildir məscidə gəlirsən? Hər məscidə girəndə elə bilsən ki, birinci dəfə gəlirsən. Qəlbə bir şey. Hər məscidə girəndə, hər məsciddən çıxanda, elə bilirsən ki, nəsə yerlənir. Yəni, bu bezmirsən və adiləşmir də. Böyle maraqlı bir şeydir. Elə də elə deyil. Fikir versən. Yəni deməli, adi məscidə gəlib getməyin belə imanı taze saxlayır. Siveş saxlayır. Fikir versən də sən. Bunu biz yaşayırıq əslində ya. İllər 25 mi? Görürsən, Can atırsan. Adam bir yerdə çox bezir ama. Bu da Allahın rəhmətindəndir ya. Necədir? Məsələn, görürsən, insan nədən bezsə də çörək yeyəndə çörəkdən bezmir. Elə bir qidadır ki, çox qəribə bir şeydir. Onun hədisi də ki, çörək hörməti. Çörək var. Yəni, hər bir halda imanı belə saxlamaq üçün, yəni taze saxlamaq üçün o bayaqların ticarət misalından gəldiyi bura. Yəni, səbəblər çoxdur. Səbəblər çoxdur və səbəblərdən birisi sadiq insanların olduğu durmaqdır. Sadiq insanlar. Və bu Allahın Uca Allah buyur ki, ya eyyuhellezine amenu taqullah, ey iman edənlər, Allaha qarşı təqvalı olun. Allaha qarşı təqvalı olun. Quranda ümumiyyətlə bütün təqvanı əmr edən ayələr var ha. Quranda. İttaqullah, ittaqullah, ya eyyuhellezine amenu taqullah, ey iman edənlər, Allaha qarşı təqva. Bütün bu ayələrin sonun davamında mütləq təqvaya aparan, təqvanı qazandıracaq səbəb seçir olunur. Mütləq. Çox, Quran icazı deyir. Yəni elə bir ki, ya eyyuhellezine amenu taqullah, ey iman edənlər, Allaha qarşı təqvalı olun. Allah əmrlədi təqvanı. Əmrlədi. Məndə sual yaranır. Ya Rabbi, necə olun? Sual verməyə ehtiyac yoxdur. Ona görə ya eyyuhellezine amenu taqullah əmrindən sonra mütləq təqvaya aparan bir
səbəb zikr olunur. Bütün Quran ayələrində belədir. Əksi bir dənə ayə yox. O ayələrdən də birisi bu. Ya eyyuhellezine amanu taqullah və kunu ma'as-sadiqin. Ey iman edənlər, Allah'a qarşı təqvalı olun və sadiq insanlarla birlikdə olun. Deməli, sadiq insanlarla birlikdə oturub durma, təqvaya aparaq səbəblərdən. Başqa ayədə, ya eyyuhellezine amanu taqullah və qulu qawlan sadida. Ey iman edənlər, Allah'a qarşı təqvalı olun və daima doğru sözlü olun, dilinizi qoruyun. Bu göstərir ki, bütün bədən üzvləri içərisində məhz dil təqvaya aparıb çıxaran səbəbdir. İndi sual çıxa bilər. Yox, bunun belə dediyin, bax, bəs hədis var axı. Hədis var axı. Sən dedin ki, bu boyda əzalar içərisində məhz nə? Deyil. Yox. Belə etiraz edirlər ki, Allah Resulü Aleyhisselatü Vesselam hədisdə deyil axı. İnsan bədənində bir ət parçası var ki, o salamat olanda bütün bədən salamat olur. O xarab olanda bütün bədən üzvləri xarab olur, o da qəlbdir. Amma sən dedin ki, cavab başqa hədisdən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, dil düz olanda qəlbdə düz olur. Dil əyləndə qəlbdə əyilir. Allahu akbar. Yəni iş gəlir, cavabı elə hədisdə gəlir. Bəli. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə elə bil ki, necədir? Belə desək, bütün insanı idarə edən qəlb, hətta onun özünü idarə edən dildir. Ona görə sələflər deyirlər ki, elə bil ki, dil qəlbin aynasıdır. Neysə, ayna nədir? O ona görürsən də. Çünki mən nə bilim qardaşın qəlbi, amma dili ilə bilirəm. Ona görə sələflər deyərlər ki, İzə arafda ən ta'rifə dinən racül fənzır ilə lisan. Əgər bir insanın dinini, imanını bilmək istəyirsənsə, haradadır? Deyir, onun dilinə bax. Və izə arafda ən ta'rifə əqləv racül fənzır ilə vaxtı. Bir adamın da deyir, ağlını bilmək istəyirsənsə, yəni ağlı necədir də, hə? Onda onun vaxtına bax. Nəyə səhv edir? Göməyə səhv edir. İnsanın dilini aşkara çıxaran onun dilidir. İnsanın ağlını aşkara çıxaran onun vaxtıdır. Niyə? Çünki vaxt elə bir şeydir ki, vaxt, biz biraz vaxtı biz necə baxırıq? Elə ki, qıraqdan, tükandan zaddan almışıq. Yox, Ömər ibn Abdüləziz nə deyir ki, Həsən Basri'dən də gəlir. Vaxt insan özüdür. İnsan həyatıdır. Ya binə Ədəm, əl-leyli və nəhər yəmələn fik, fə'məl fiyhimə. Ömər ibn Abdüləziz deyərdi ki, ey Adəm evladı, gecə nə gündüz sənin üzərində işləyir. Sən də onların üzərində işlə. İnsan həyatı budur. Nasıl yəni, o sərəflər nə deyirdilər? Qış vaxtdəndir, qış fəslində. Mövminin baxır. Niyə? Daha da Rusistan edir. Yəni, dışa yaya nisbətdə müsbətləri var da tək şeydən gelir yəni. Görsən ki, niyyət Cəzələm var. Hə, uzun